Mumbar Azərbaycan mətbəxinin ənənəvi yeməklərindən biridir. Xüsusilə bölgələrdə, Qazax, Tovuz, Qarabağ tərəflərdə daha çox hazırlanır. Mumbar əsasən qoyun bağırsağının içində doldurulan qarışımdan hazırlanır, bir növ dolma yeməyidir. Orta əsrlərdən etibarən Azərbaycan ərazisində məlum olub. Xüsusilə toy, qurban, böyük məclislərdə hazırlanıb. Mumbar yalnız Azərbaycanda deyil, Anadolu mətbəxində, xüsusilə Şərqi Anadolu, Qafqazda, Orta Asiyada oxşar formalarda mövcuddur. Bu da onun ümumtürk mətbəxinə aid olduğunu göstərir. Süfrəyə verilmə qaydası adətən sarımsaq qatıqla və ya lavaş soğanladır. Bu tarixi yeməyi dadmaq istəyən hər kəsi Pirallahıda yerləşən Fishport restoranına gözləyirik. Son olaraq videonu bəyənib fikirlərinizi bildirməyi unutmayın. Hələlik!